Nuru Paşa. Ama hep sen seçiyorsun. Bunların ürünlerini. Evet, Haydan öğrendim ben de. Dev gibi ya maşallah. Deve dev gibi. Nerede lan? Dur orada Sefer. Yolda dur sen orada. Aa, belə rəssamdır. Belə çiçəkləri, gülləri. Fatma oradadır. Fatma işi var, o yuxayı. Onları görüşeyim basit çöpüdür. Abiler getiriyor. Öyle orada döver atar. Ayrı diller burada, orada ocak var. Ay aleyküm assalam.
Mən Lahıcda böyümüşəm. Burada doğulmuşam, boya başa çatmışam. Mənim atam deməli burada misgəri ilə dədə babamız hamısı misgəri məşğul oldu. 1725-ci il indiyə qədər biz misgəri məşğul olduq. Lahıcın tarixi 2000 il. Burada Lahıcda deməli sənətkarlıq ticarət məqsədidir. Lahıcda sənətkar çox olub. 100 misgər sex olub. Bu məsələn Targoviçdə o qədər səs olub ki, səsdən adam gedə bilmir. İndi məsələn azalıb daha. Ehtiyac yoxdur. İndi bunlar da gəlir, turistlər gəlir. Atam vəsiyyət edib ki, yəni ki, bu sənət ölməsin. Siz bunu davam edin, bu sənəti. Davam edin, uşaqlarınızı da öyrənin. Yaxşı bilir, qardaşlarım buradadır. Sonra əmilərim sənətkar olub. Deməli, nəsil ilə əmilərim, uşaqları, hamısı sənətkar. Bax, bunu mən düzəltmişəm. Bax, bunu. Bu şeydir, bilsən, bu nədir? Bu sərpuş deyirlər buna, sərpuş. Yəni, isti saxlamaqdan ötəri. Bunu oğlum yapıb, mənim oğlum yapıb bunu. Sonra bunu bax görürsən, bax bunları yapıblar. Bax görürsən, bu qəşəng yapıb bunu. Bu xeyrə, bunun Lahıc dilində adı xeyrədir. 70-ci ildə. Hərəmizin evdə bundan biri var. Evdə. Hər şey adamın, uşağın da, hər uşağın biri. Elə bunu ilə oynayırdıq axşama qədər. Bura babam həyətidir. Babamın həyətidir. Babam burada olub. Bax görürsən. Bu qazanları babam düzəldi. Bax görürsən. On 18-ci ildə, 1918-ci ildə Nuru Paşa, Türk ordusunun baş komandanı, Türk ordusunun komandanı Lahıca gəlində bu binada qalıb. Bu binanın özündə, burada onun qərargahı olub. Ermənilər Lahıca girə bilməyiblər, Lahıc qəsəbəsinə girə bilməyiblər orada. Qırğın törədə bilmir. Sevindindən o ikinci mərtəbədən aşağı atıb, ayaq üstə. Sevindiyindən atıb, deyib ki, görün, burada cəmaət nətər belə qəsəbəni müdafiə edib. Əsgərlər deyil, namazı burada qılır. Bunu sonradan bu şəxsi qılır. Azam verilanda burada namaz qılır. Bu məscid. Açıq olur. Görün, əsgərlər orada ağacın dibində, çadır qururlar, özləri üçün yemək pişirirlər. Bundan böyük. Bu sonradan yığırlar. Tarihi bayraklarının asılı olduğu bir Vardı.